Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizə 17 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç. En asan gün değil. Səhər saatlarında birçok qoç həddindən artıq təsir edici olacaq, ona görə də düzgün qərarlar vermək həmişəkindən daha çətin olacaq. Ciddi işlərlə məşğul olmağa ehtiyac yoxdur. İdeyalarınızdan bəzilərini həyata keçirmək qeyri-mümkün olacaq. Eyni zamanda intuisiya daha kəskinləşəcək və bu, çətin şəraitdən çıxış yolu tapmağa kömək edəcəkdir. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə mümkün olmur. Başqalarının çatışmazlıqlarını bağışlamaq vacibdir. O zaman yaxşı münasibətlər saxlayacaq və bütün kobud kənarları hamarlayacaqsınız. Buğa. Ziddiyyətli gündür. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bir çox buğa təmkinsiz və əsəbi olacaq, bu da yaxınlarınızla münasibətlərə ən yaxşı təsir göstərməyəcəkdir. Ancaq istəsəniz, ciddi münaqişələrdən qaça bilərsiniz. Əgər fikir ayrılığı baş verərsə, mümkün qədər tez barışmaq üçün ilk addımı atmağa çalışın. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Heç vaxtınız olmayan şeyləri etmək üçün yaxşı vaxtdır. Axşam dostluq görüşləri üçün əlverişlidir, xüsusən də ümumi işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz varsa. Əkizlər. Olduqca uğurlu gündür. Baxmayaraq ki, səhər bəzi əkizlər olduqca təsir edici və buludlarda olmağa meyilli olacaqlar, buna görə də bu zaman vacib qərarlar qəbul etməyə dəyməz. Nəticələri hesablamaq həmişə mümkün deyil. Kifayət qədər yaxşı tanımadığınız insanlara etibar etməyə tələsməyin, onlar sizi yoldan çıxarmağa çalışa bilərlər. Yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün vaxt tapmaq sizin üçün çətin olmayacaq. Bu, yorucu olmayacaq və münasibətlərinizə ən yaxşı təsirini göstərəcək. Qısa səfərlər həm tək başına, həm də dostların əhatəsində uğurlu olacaq. Xərçəng. Gününüz xoş keçsin. Düzdür, ciddi işə başlamaq üçün o qədər də uyğun deyil, ancaq bütün ev işlərinin öhdəsindən uğurla gələcəksiniz. Yaxınlarınız sizə kömək etməkdən məmnun olacaqlar. Bir çox xərçənglər yaşlı qohumlardan faydalı məsləhətlər alacaqlar ki, bu da tezliklə işə yarayacaq. Son zamanlar fikir ayrılığı yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Ətrafınızda gözəllik və rahatlıq yaratmaq üçün əlverişli zamandır. Günorta alış-veriş etmək, dostlarla görüşmək və ya romantik görüş keçirmək üçün idealdır. Şir. Olduqca gözəl bir gündür. Bütün ideyalarınız həyata keçirilməyəcək, lakin bu ən yaxşısı olacaq. Səhər tezdən iri miqyaslı layihələrə başlamağa dəyməz. Ev işləri ilə məşğul olmaq və ailənin ən yaşlı və ya kiçik üzvlərinə diqqət yetirmək daha vacibdir. Bir çox şirlər uzun müddətdir məşğul olmadıqları sevimli hobbi ilə məşğul olmaqdan faydalanacaqlar. Darıxdığınız insanlarla yenidən ünsiyyət qurmaq üçün yaxşı zamandır. Vəziyyətlər elə inkişaf edəcək ki, yenidən ünsiyyət qurmaq, ortaq dil tapmaq və keçmiş şikayətlərinizi düzəltmək imkanınız olacaq. Qız. Olduqca sıx bir gündür. Kiçik şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaqsınız. Ətrafınızdakiların çatışmazlıqları sizi həmişəkindən daha çox qıcıqlandıracaq. Çətin ki, yaxınlarınızla münaqişələrdən qaça biləsiniz. Bununla belə, istəsəniz, tolerantlıq nümayiş etdirsəniz, zədələnmiş münasibətləri tez bir zamanda bərpa edə bilərsiniz. Çölə çıxmaq və böyük qrupları ziyarət etmək üçün əlverişli vaxt deyil. Özünüzü nizama salmaq və dinclik tapmaq üçün axşamı sakit bir mühitdə keçirmək ən yaxşısıdır. Tərəzi. Qeyri-müəyyən bir gündür. Bir çox tərəzilər onları aldatmaq cəhdləri ilə qarşılaşacaqlar, ona görə də ehtiyatlı olmalı və diqqətli olmalıdırlar. Gələcək üçün qlobal planlar haqqında düşünmək üçün ən yaxşı vaxt deyil. Kari işlərə diqqət yetirin, səliqə sahman edin, lazımsız şeylərdən xilas olun. Xərclərinizlə diqqətli olun, imkanınızdan daha çox xərcləmə riskiniz var. Günün ikinci yarısında yaxınlarınıza işlərində köməklik etməli olacaqsınız. Bu, gözlədiyinizdən daha çox səy tələb edəcək, lakin prosesdə bir çox vacib məsələləri müzakirə edə biləcəksiniz. Əqrəb. Ən asan gün deyil.
Səhər sakit ev işləri üçün əlverişlidir. Gərəksiz şeyləri çıxarmaq və atmaq üçün yaxşı vaxtdır. Uşaqlarla səmimi söhbət etmək, qarşılıqlı inamı gücləndirmək imkanınız olacaq. Bir çox əqrəblər bütün mümkün incəliyi nümayiş etdirməli olacaqlar. Axşam yaşlı qohumları ziyarət etmək üçün yaxşı vaxtdır, xüsusən də bir-birinizi uzun müddət görmürsünüzsə. Kiçik bir ailə bayramı təşkil edə bilərsiniz, bu bütün iştirakçılara çox sevinc gətirəcəkdir. Ox atan. Pis gün deyil. Artan iş yükünü götürməyə ehtiyac yoxdur, sadəcə olaraq planlaşdırılan ev işləri ilə məşğul olmaq kifayət edəcək. Bir çox ox atan sevdikləri ilə ürəkdən söhbət etməkdən faydalanacaq və uzun müddətdir davam edən bəzi ziddiyyətləri həll edə və əlaqələri möhkəmləndirə biləcəklər. Gələcək planları müzakirə etmək üçün yaxşı vaxtdır. Günün ikinci yarısı aktiv ünsiyyət, mehriban görüşlər, məclislərdə iştirak üçün əlverişlidir. Siz asanlıqla gözəl təəssürat yaradacaq və çoxlu maraqlı tanışlıqlar edə biləcəksiniz. Oğlaq. Günün başlanğıcı uğurlu olacaq. Bütün planlaşdırılan işlərin öhdəsindən tez gələcəksiniz, hətta yaxınlarınıza kömək etməyə vaxtınız olacaq. Bəzi oğlaqlar uzun müddətdir etmək istədikləri, lakin özlərini buna məcbur edə bilmədikləri bir şey etməyə çalışacaqlar. Nəticədə yeni maraqlı hobbinin ortaya çıxması tamamilə mümkündür. Mübahisəli məsələləri müzakirə etmək və münasibətlərdə yığılmış narazılıqla məşğul olmaq üçün əlverişli zamandır. Tez bir zamanda ümumi dil tapa və hər şeyi qarşılıqlı məmnuniyyətlə razılaşdıra biləcəksiniz. Günün sonunda yorğunluq yığılacaq və əhvalınız aşağı düşəcək. Odur ki, axşama ciddi məsələlər və ya vacib görüşlər planlaşdırmayın. Dolça. Asan gün deyil. Dolçaların əksəriyyəti ailədə fikir ayrılıqları ilə üzləşəcək. Ortaq dil tapmaq asan olmayacaq. Köhnə ziddiyyətlər ön plana çıxacaq, ona görə də münaqişələrin tamamilə qarşısını almaq mümkün deyil. Ancaq anlayış və səbir göstərsəniz, münasibətləri tez bir zamanda bərpa edə biləcəksiniz. Ola bilər ki, xoşa gəlməz xəbərlər alacaqsınız, amma fəlakətli heç nə baş verməyəcək. Qarşıda bir səfəriniz varsa, çox vaxt planlaşdırın. Yol boyu gözlənilməz gecikmələr çox güman ki, əhvalınızı biraz korlayacaq. Balıq. Gününüz xeyir. Səhər dərs oxumaq, imtahanlara hazırlaşmaq və ixtisasları artırmaq üçün əlverişlidir. Bir çox balıqlar xoş və çoxdan gözlənilən xəbərlər alacaqlar. Artıq uzun müddətdir təxirə saldığınız işləri görmək üçün doğru zamandır. Xüsusilə dostlar və ya qohumların əhatəsində qısa səfərlər uğurlu olacaq. Fövqəladə sərfəli alış-veriş edə biləcəksiniz. Axşam çölə çıxmaq üçün idealdır. Siz çoxlu parlaq emosiyalar və maraqlı təəssüratlar alacaqsınız. Uzun müddətli dostluğun və ya səmərəli əməkdaşlığın başlanğıcı olacaq perspektivli tanışlıqlar edə biləcəksiniz.